bərabər duz çörək kəsmişik. Kimin evində çörək varsa xoşbəxtliyi var kimi atalar sözünü dəfələrcə eşitmişik. Bəli, bugünkü mövzumuz məhz çörək barəsində olacaq. Gəlin görək balacamızın menüsuna biz bu sevdiyimiz qidanı nə zamandan başlaya bilərik, çörəyi necə seçəcəyik, hansı çörək növlərinə istifadə edəcəyik və nə qaydada çörəyi biz təqdim edəcəyik. Körpənin qida barəsində məlumat sizə ötürərkən mütləq öncədən nüfuzlu qurumların məlumatlarını bir analiz edirik. Adətən Avropa Pediatriya Assosiasiyası, Amerika Pediatriya Assosiasiyasının məlumatlarına baxırıq. Beləliklə, dünyanın bütün pediatrları bu fikirlə razıdır ki, qatı qidanı 6 ayından etibarən biz balacamıza verməliyik. 6 aya qədər ancaq uşaq ana südü alır və yaxud da ki, ana südünü əvəz edən süni qida alır və 6 ayından etibarən biz kiçik ölçülərlə qatı qidaya başlayırıq. Lakin elə uşaqlar olur ki, biz daha tez qatı qidaya başlamalı oluruq və minimal yaş həddi 4 ay tamam etmiş bir körpədir. Çörək qatı qidaların birinci etapına aid edə bilərikmi çörək? Xeyr. Birincisi, çörəyin hər birimiz bilirik ki, tərkibi buğda unudur. Buğda da güclü allergenlərə aid bir qida növüdür. İkinci də odur ki, biz yadınızdadırsa həmişə mono qidalardan, yəni tək tərkibli qidalardan başlayırıq. Adətən çörək qarışıq bir tərkibdir və biz bilmirik ki, hər bir ayrı-ayrılıqda tərkiblərə uşağın reaksiyası olar və yaxud ki, olmaz. Yeganə olaraq sadə qidalardan yuxa çörəyini deyə bilərik ki, ancaq unla sudur. Amma yenidən burada un var və ona allergiya verəcəkmi, verməyəcəkmi? Mən düşünürəm ki, gənc bir ana üçün biraz çətin olar. İlk olaraq ən yaxşı olar ki, neytral bir qida versin balacasına, allergiya ehtimalı az olan bir qida versin və sonradan daha riskli qidalara keçid etsin. Buğdaya olan allergiyaya yanaşı elə insanlar var ki, buğdanın tərkibində olan glutenə həssasdırlar. Belə vəziyyəti celiakiya deyirlər. Yəni, bu zülal vücudumuza daxil olarkən nazik bağırsaqda, incə bağırsaqda dəyişikliklər ilə ümumi autoimmun vəziyyətdə dəyişiklik. Düzdür, əlamətləri bir qədər allergiya oxşasa da əslində səpki ilə bir üzə vermir. Adətən köp, halsızlıq kimi bir vəziyyətdə özünü bir üzə verir. Dəqiq celiakiya diaqnozu qoymaq üçün sözsüz ki, həkimə müraciət etmək lazımdır, bir sıra müayinələrdən keçmək lazımdır və əgər buğdaya olan həssaslıq təsdiq olunubsa, celiakiya diaqnozu qoyulubsa, bu insanlar buğda tərkibli bütün qidaları ümumi menyudan çıxartmalıdırlar və hər bir qəbul onun vəziyyətini çətinləşdirə, ağırlaşdıra bilər. Beləliklə, biz allergiyadan danışdıq, glutenə olan həssaslıqdan danışdıq. Bəs fikirləşək ki, ümumiyyətlə çörək xeyirlidirmi? Bəli, əgər vücudumuzda heç bir narahatçılıq yoxdursa, xeyirlidir. Ona görə ki, karbohidrat, liflər, zülal, B qrup vitaminlərlə çox zəngindir. Hətta glutenə olan həssaslığı olan bir insanın menyusundan bu qida çıxarılanda məcburi B qrup vitaminləri əlavə olunur qidaya. Ona görə ki, başqa alacaq bir mənbə yetmir, yəni mənbələr yetmir. Ona görə əlavə vitamin vermiş olaraq. Beləliklə, əgər bizim vücudumuz qəbul edə bilirsə, biz çörəyi gündəlik rasionuna, balacanın qidasına biz əlavə edirik. Nə qədər edəcəyik? Təxmini 6 aydan etibarən balaca 1 yaşa qədər bir dilim çörək qəbul edə bilər. 1 yaşından 2 yaşa qədər 1-2 dilim və 2 yaşından böyük uşaqlarda artıq 3 dilimə qədər biz çörək verə bilərik. Əgər məsələn 2 dilim dediyimiz çörəksə 1 dilim çörək 1 dilim qədər buğda, məsələn, yarım çay qaşığı, yarım stəkan qədər biz hansısa başqa buğda növünə verə bilərik. Məsəl üçün, əgər 2 yaşında uşaqsa və 2 dilim çörək verə bilirsə, biz 1 dilim çörək və 1 dilim qədər məsələn, makaron, məsələn, vermişil və yaxud da ki, yulaf sıyığı kimi buğda tərkibli qidalar verə bilərik. Marketlərimizdə bir çox fərqli çörəklər var. Mənim ən sevdiyim zavod çörəyi var. Harda olsam, yəni bu çörək üçün çox darıxıram. Covdar çörəyi var. Ancaq ki, tərkibləri çox çətin tapmaq olur. Yəni, nadirən olar ki, belə qutulaşdırma olanda biz dəqiqliklə tərkibi görə bilək. Tövsiyəm odur ki, siz çörək alarkən əgər üzərində hər hansı bir toxumlar varsa, küncüt falan və s. onları ilkin seçim olaraq etməyəsiniz. Yəni, sadə bir tərkib seçəsiniz. Əgər ilkin uşağa verirsinizsə, bir
problemimiz var ki, əksər hallarda heç bir tərkibdə duzun miqdarı yazılmır. Heç demək olar ki, tapmaq da olmur. İnternetdə də mən araşdırdım, bilmirəm hansında nə qədər duz var. Beləliklə, ideal odur ki, biz ilkin çörək olaraq evdə çörək bişirək. Ancaq ki, necə verəcəyimizi mən sizə çörəklərimizin, alama çörəklərin üzərində göstərəcəm. Əgər balacamız körpədirsə, 6 aylıq bir uşaqdırsa, bilirsiniz ki, 6 aylıq uşaq adətən hər bir qidanı 2 əli ilə tutur belə. Yəni, barmaqla götürə bilmir. Ona görə mümkün qədər böyük bir qıraq veririk. Nənələrimiz əksər hallarda belə eləyir. Çörəyin qırağını verir uşağa ki, uşaq oynasın onunla. Yəni, bu cürə doğrayıb uşağın əlinə verin. Kiçik parçalar eləmin, amma gözünüz uşaqda olsun ki, əgər uşaq damağı ilə, yəni dişi olmadığı halda damağı ilə əgər qopararsa və ağzına böyük bir tikə qalarsa, o biraz təhlükəlidir. Çörək alarkən nəyə diqqət edəcək? Çörək yumşaq olacaq, amma xəmir kimi olmayacaq. Yəni, gördünüz ki, mən basıram və qalxır çörək. Əgər çörək tamam olaraq xəmir kimi olursa və belə yumrulaşıb uşağın ağzında qalacaqsa, bu təhlükəlidir. Ona görə ki, bu çörək damağına və yəni ümumiyyətlə boğazından keçib yad cisim kimi ola bilər. Beləliklə, çörək yumşaq, sanki belə qupqa kimi olacaqdır. Əgər çox nəm bir çörəksə, onu tosterdə biraz quruda bilərsiniz və yaxud da ki, tavanın üstündə yüngülcə qurudacaqsınız ki, biraz daha bərk olsun və uşağın boğazına belə palçıq kimi yapışmasın. 9-12 aylıq uşağımıza necə veririk? Yenidən bu bərk qıraqlarını kəsə bilirik və 9-12 aylıq uşaq adətən barmaqla, pinset kimi çörəyi götürə bilir. Yenidən çörəyimizə diqqət edirik ki, çox yumşaq olmasın, qupqa, süngər kimi olsun və çörəyimizi daha kiçik ölçülərə doğraya bilirik. Və yadınızdadır, baby led weaning, uşaq əli ilə götürür, balaca-balaca çörəkləri özü götürüb yeyə bilir. Daha xırda ölçülərə siz çörəyi bölə bilərsiniz. 12 aydan etibarən artıq tam olaraq biz belə çörəyimizi verə bilirik. Belə dilimlər tam da uyğundur yaşına görə. Beləliklə, ölçüləri təkrarlayaq. 6-9 aylıq uşaq belə bir çörək, 9-12 aylıq uşaq barmaq tikası biyələyib belə götürəcək və 12 aydan yuxarı uşaq bu cürə qəbul edəcək. Diqqət edirik tərkibinə. Tərkibində bal, fındıq, küncüt kimi tərkiblər olmasın və çörək yumşaq olsun, amma xəmir kimi olmasın. Çörəyi yeməklər arası da əlinə sadəcə verə bilərik uşağın ki, damağını qaşsın, oynasın, dada öyrəşsin. Bununla yanaşı sıyığını ova bilərik, şorbasını ova bilərik. Və bir başqa yönü də var. Biz çörəyi istifadə edə bilərik o qidalardan ki, uşaq sevmir. Məsəl üçün, biz çox vaxt deyirik ki, uşağa qaraciyər verin, amma əksər hallarda uşaq onu sevmir. Nə edə bilərik? Paştet şəklində edə bilərik və çörəyin üzərinə